Salam dəyərli izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizə tanınma belgəsi ilə bağlı məlumat verəcəm. Necə alınır? Çünki almağın iki yolu var. O yollardan birisini də burada əyani şəkildə sizə göstərəcəm. Keçən dəfə çəkdiyim denklik belgəsi videosu ilə bağlı sizə müəyyən qədər məlumat vermişdim. Burada da demək istəyirəm ki, tanınma belgəsi o deməkdir ki, sizin təhsil aldığınız universiteti Türkiyənin Yüksək Öyrətim Qurumu bir universitet olaraq tanıyır və qəbul eləyir və onun sizə verdiyi diplomu da həmçinin tanıyır və qəbul eləyir. Tanınma belgəsi budur. Tanınma belgəsini xaricdə təhsil üçün istifadə edə bilirsiniz, yatay keçişi üçün dövlət qurumlarında istifadə edə bilirsiniz. Şimali Kipr Türk Cümhuriyyətindən əgər məzunsunuzsa, orada istifadə edə bilirsiniz və doktoranturada, magistrda istifadə edə bilirsiniz ki, doktorantura magistraturada bir çox universitet, yəni %98 universitet bu belgəni tələb eləyirlər. Yaxşı, bəs necə alaq bu tanınma belgəsini? İki yolla ala bilirsiniz. Bir, birbaşa müraciətlə, burada əldən və yaxud poçtdan müraciət edə bilirsiniz. Digər şəkildə isə e-devlətiniz varsa, yəni bu deməkdir ki, artıq siz Türkiyədə yaşayırsınız, oturma izniniz var, 99-98 ilə başlayan kimlik kartınız var və bu sayədə siz e-devlətdən YÖK-ə müraciət eləmədən birbaşa ala bilirsiniz. Mən o prosesi burada sizin üçün hazırladım. İndi onu sizə göstərəcəm. Bunun üçün e-devlət saytına daxil olub axtarış qisminə okul tanınma belgesi sorğulama yazısını yazırsınız. Onsuz avtomatik olaraq çıxacaq. Yazdıdan sonra bunu seçirsiniz və sizi Yüksək Öyrətim Kurulu öğrenci okul tanınma belgesi sorğulama ekranına göndərir. Uygulamaya git tıklayırsınız və burada şəxsi məlumatlarınız var. Burada da uygula deyib davam edirsiniz və burada sizin məlumatlarınız olduğu ekran görünür. Ölkə qisminə diploma aldığınız ölkənin adını seçirsiniz, Azərbaycan. Mən də Azərbaycan Dövlət İqtisad Universitetidir. Burada İngilis dilində Azərbaycan Dövlət İqtisad Universitetini seçirəm. Universiteti seçib sorğula düyməsinə basırsınız. Ondan sonra burada sizin artıq universitetin tanınıb tanınmadığı görünür. Universitet təqdim eləmək üçün belgə yaratmaqdan ötürü burada tamam düyməsini sıxıb, çıxdı almaq istəyirəm sualına evet sözünü basıb, ondan sonra sizə çap formasında okul tanınma belgəsi verilir. Bunun çap edib universitetə problemsiz bir şəkildə verə bilərsiniz. E-devleti olmayan məzunlar isə YÖK-ə birbaşa müraciət etməklə bu arada həm əldən, həm də post vasitəsilə müraciət edə bilirsiniz və bu müraciət əsnasında sizdən hər hansı bir randevu tələb olunmur. Və burada ərizə formasının şəkli var. Mən bu formun da linkini qoyacağam. Burada lazımi məlumatları doldurursunuz və YÖK sizə cavabı burada qeyd elədiyiniz adresə poçt vasitəsilə göndərir. Dostlar, ümid edirəm video sizə hər hansı bir mənada faydalı oldu. Bəyənsəz like eləməyi, abunə olmağı yaddan çıxartmayın. Hər hansı bir sualınız olsa, xahiş edirəm çəkinmədən yorumlar qismində qeyd eləyin. Təşəkkür edirəm.